Sosial şəbəkələrdə Bakıda uzun müddətli küçələrdə yaşayan Denis adlı bir şəxsin videosu yayılıb. Bu videonu burada nümayiş etdirirəm. Hətta Denisi danışdırıblar. Denis bildirib ki, 27 il bir Azərbaycanlı qadınla ailəli olub, evli olublar. 6 dil bilir və savadlı bir adamdır. Yəni ali məktəbi bitirib, diplomu var. Sadəcə həmin qadınla ayrıldıqdan sonra küçələrə düşüb hər şeyini itirib. Sözüm onda deyil. Bu bir həyat hekayəsidir, bir faciədir. Sözüm ondadır ki, bu videonun altında, Denisin videosunun altında bir nəfər bir şərh yazıb. Həmin şərhdə yazıb ki, görün Azərbaycan qadını 5-6 dil bilən ali savadlı insanı nə günlərə salır. Bəli, bax belə də yazıb. Yəni bunu da indi Azərbaycan qadınları özləri necə istəyirlər, yoxsunlar. Bu arada Yapon kişiləri qazandıqları aylıq məvacibin hamısını gətirib öz həyat yoldaşlarına verirlər. Bu Yaponiyada belədir.